Salam hörmətli izləyicilər, hörmətli tamaşaçılar. Mən bu mövzu barədə bir balaca ətraflı danışmaq istəyirəm. Neçə vaxt mən bu araşdırmalar eləmişəm. Yəni ki, bu xaricdə bu tədqiq olunur da. Mən də oxudum, oradan-buradan öyrəndim. Uğurlu insanlar haqqında çox şey öyrəndim də. Ancaq mənə görə burada əsas 4 dənə konsepsiya, 4 dənə vacib şərt var ki, uğurlu insan olasan. Bunların birincisi, ən vacib şərtlərdən birincisi insan sağlam olmalıdır. Sağlamlıq əsas göstəricidir. Yəni sağlam olmasan sən heç cür uğurlu insan ola bilmərsən. İkinci şərt, mən deyərdim ki, ən vacib şərtlərdən biri ailənin olmağıdır. İnsanın ailəsi olmalıdır. İstəyir övladı, uşağı, atası, anası, məsəl üçün 20-25 yaşın varsa heç olmasa atan, anan bir ailə olmalıdır ki, məsəl üçün bu uğurun bir göstəricisi. Düzdür, insanlar var ki, ailələri olmur, məsəl üçün onlar internatlardan böyüyürlər, zad edirlər, sonra da uğurlu insana çevirirlər, olur elə şey. Ancaq ailə böyük bir göstəricidir. Üçüncü əsas şərtlərdən biri insanın gəlirinin, pulunun olmasıdır. Pul çox vacib şərtdir. Düzdür, pula indi belə baxırlar, o yana, bu yana, ancaq pul, mən deyərdim ki, bəlkə də müqəddəs bir şeydir. Təbii vacib, insan üçün vacibdir. Çox vacib bir şərtdir. Hətta belə bir şey deyirlər ki, doktor, pul çox şeydir, ancaq hər şey deyil. Pul hər şey deyil, ancaq çox şeyi həll eləyir. Dördüncü vacib şərt hər bir insanın özünün inkişafıdır. Bu çox vacib şərtdir. Çünki insan öz inkişafı üzərində işləməsə, o uğurlu insan ola bilməz. İnsan hökmən irəli getməlidir. O yaşa baxmır. İstəyirsən 20 yaşın olsun, istəyirsən 70 yaşın olsun. Sən həmişə irəlini görməlisən, qabağına məqsəd qoymalısan, arzu tutmalısan və bunu inkişaf elətdirməlisən. Tutaq ki, adi bir misal gətirim də. Bu gün sən, məsəl üçün, tutaq ki, turnikdə 5 dənə çəkinirsənsə, sən onu gətirib çatdırmalısan 25-ə. Yəni, bu şərtdir. Yəni ki, sən elə 5-də qalacaqsansa, vurub sənə keçəcəklər. İndi tək turniki demirəm də, məsəl üçün, sabah tutaq ki, şahmat oynayırsan, gəlirsən elə eyni adamla oynayırsan, eyni adamla inkişaf getmir. Sabah sən daha güclü ilə oynamalısan, daha güclüyə qalib gəlməlisən, çünki öz inkişafın göz qabağında. Özünün inkişaf hökmən vacibdir. İstənilən sahədə vacibdir. Müəllimsənsə, sən elə gəlib eyni dərsi keçib getməməlisən, özünü inkişaf elətdirməlisən. Ona görə dördüncü məsələ özünün inkişaf məsələsidir. Özünü inkişaf da demək olar ki, o üçüncü şərtimizlə bir-birini tamamlayır. Yəni ki, əgər sən pul qazanmaq istəyirsənsə, yaxşı gəlirin olmağını istəyirsənsə, özünü inkişaf elətdirməlisən, 100%. Sən əgər yerində saysan, sənin gəlirin olmayacaq. Sən əgər bu gün market açmısan, işlədirsən, tək marketsən, sən yaxşı pul qazanırsan, sabah bir gün gəlir yanında 2 dənə market açır, sənin pulunu bölüşdürür. Sən onlardan çox pul qazanmaq üçün hökmən özünü inkişaf elətdirməlisən. Sən öyrənməlisən ki, daha nələr eləyə bilərəm, daha nə ilə fərqlənə bilərəm, daha necə eləyə bilərəm, müştərini cəlb eləyə bilərəm. Bunu, doktor, həkimliyə də aid eləyək. Məsələn, həkim özünü inkişaf dedik, özünü inkişaf elətdirmək çox maraqlı mövzudur, bütün sahələrə aid. O cümlədən məsələ həkimlərə də, xüsusən diş həkimlərə və bütün həkimlərə. Bu sahədə necə özünü inkişaf etmək, həm pul qazanmaq, həm yaxşı həkim kimi tanınmaq. Sən əgər stomatoloqsan, sıravi stomatoloq gəlirsən, cəmaət da yavaş-yavaş başlayır gəlməyə yanına. Birinci şərt öz işini yaxşı bilməkdir. Sən öz işini yaxşı bilməsən, yaxşı pul qazana bilməyəcəksən. Bu birinci şərtdir. İkinci şərt insanlarla ünsiyyətdir. O, xaricdə görürsən, satış məsələsi var, satış. Satış nədir? Satış odur ki, məsəl üçün, 10 nəfər mal satır, eyni malı satır. Onun içində biri daha çox qazanır 10 nəfərdən. Ya 100 nəfər eyni malı satır, görürsən ki, 3 nəfər daha çox pul qazanır. Eyni malı satırlar, ha. Orada artıq satışda nə gedir? Satışda ünsiyyət gedir. Ünsiyyət qurmağı bacarmalısan. Məsələn, bizdə stomatologiyada necədir? Birinci məsələ sən işini yaxşı bilməlisən, ikinci məsələ ünsiyyətdir. Bunların ikisi paralel getməlidir. Əgər səndə ünsiyyət varsa, əgər yaxşı ünsiyyət qurursansa insanlarla, ancaq işini yaxşı bilmirsən,
Bu qısa müddətli gəlirdi. Sən ola bilər tez zamanda özünə bir pasiyent kütləsi yığasan, ancaq birazdan görəcəksən 3 ilə 5 ilə onlar uzaqlaşacaqlar. Çünki başa düşəcəklər ki, sən güclü həkim deyilsən. Yox, əgər sən güclü həkimsən, ünsiyyət qura bilmirsənsə, sən uzun müddətli, yəni ki 5 ildən sonra birinin ağzında bulum görəcək ki, sən eləmisən, qayıdıb gələcək yanına. Ancaq ünsiyyət qura bilmədiyinə görə tez bir zamanda dağılacaqlar onlar ətrafından. Mən ümumiyyətlə bu qazanc barədə bir əsas kökündən bir məsələni qeyd eləmək istəyirəm. Yəni sən əgər çox pul, çox qazanc, tutaq ki, varlanmaq istəyirsənsə, milyoner olmaq istəyirsənsə, indi o havayı gəlir əldə edənləri demirəm mən, öz zəhmətinlə sən yuxarı qalxmaq istəyirsənsə, burada ən vacib şey düşüncə tərzidir. Sənin düşüncə tərzin varlı düşüncə tərzi olmalıdır. İkinci məsələ də vərdişlərdir. Sənin vərdişlərin varlı adamın vərdişləri olmalıdır. Yəni ki, o xaricdə artıq bu sınaqdan keçmiş, dəfələrlə sınanmış, illərlə tədqiq olunmuş, təsvir olunmuş, məsəl üçün kitablar yazılıb, bunun barədə filmlər, verilişlər. Məsəl üçün onları oxuyandan sonra görürsən ki, insanın düşüncə tərzidir. Düşüncə tərzin sənin əgər kasıb düşüncə tərzidirsə, sən varlana bilməyəcəksən. Sən ayda 10.000 manat, 20.000 manat pul qazan, sən o pulu başayaq eləyəcəksən, birazdan da o qazanc olmayacaq. 5-10 ilə görəcəksən ki, o qazanc zəiflədi. Yox, əgər sən düşüncə tərzin yuxarıdırsa, sən 500 manatla da varlı olacaqsan. Onu biraz açıqla. Düşüncə tərzi kasıb və düşüncə tərzi yuxarı olur. Varlı düşüncə tərzi nədir, kasıb düşüncə tərzi nədir? Varlı adamın düşüncə tərzi odur ki, varlı adam birinci məsələ qənaətcil olur. Qənaətcil. Necə qənaətcil? O başa düşür ki, məsələn, bu dəqiqə bunun qazancı 500 manatdır da, bu dəqiqə bunun səviyyəsi budur. 500 manatın 200 manatını qırağa ata bilir. İndi cəmaət deyər ki, 500 manatın necə olar 200 manatını qırağa atmaq? Bu bizə çatmır. Bax, o çatmayan şey elə kasıb düşüncə tərzidir. Kasıb düşüncə tərzində isə sən məsəl üçün bu gün 700 manat pul alırsan, mən məsəl üçün insan görmüşəm ki, bir dəfə soruşdum oğlandan, mən məsələn o vaxt təxminən mən 15 il bundan qabağın söhbətini eləyirəm. Bir oğlan gəlir yanıma dişini düzəltdirməyə, dişini müalicə eləyirəm, dedim nə qədər maaş alırsan? Dedi ki 700 manat. 700 manat hələ o dövrdə maaş alırdı, ancaq 2000 manatlıq telefonu var idi. Mənim də təxminən bəlkə də qazancım ondan xeyli çox idi, ancaq mən 400 manatlıq telefonum var idi. Yəni bu adam 2000 manatlıq telefon gəzdirirdi. Bu əlbəttə ki, kasıb düşüncə tərzidir də. Bu adam öz qazancından dəfələrlə artıq bir məhsul alır. Girir kreditə, borca, nə bilim nəyə, gedir onu alır, sonra başlayır o biri qazancı ilə borcunu ödəməyə və qabağında o məqsəd qurur. Qabağında məqsəd qurur ki, bundan sonra nəsən filan şey alacam, onun qiyməti 5000 manatdır. Halbuki bu 700 manat maaş alır, sonra qurur ona, başlayır onu ödəməyə. Ancaq varlı düşüncə tərzi olan insanlar qabaqlarına böyük bir məqsədlər, arzular qoyurlar. Məsəl üçün, pul qazanmağın yolunu necə eləyim ki, əlavə qazanc mənbəyi əldə edeyim. Məsələn, onun fikri odur ki, məsələn, bu gün 700 manat maaş alıramsa, bundan dala atım, xırda-xırda arxaya atım. Bir də görürsən, bir ucuz bir şey düşdü. Məsəl üçün də, qızılın qiyməti düşdü aşağı. Qızılın qiyməti düşəndə bunun əlində 5000 manat var. 5000 manata tez qızılı alır. Və üstündən 2 ay keçəndən sonra qızılın qiyməti qalxır. Deməli, bu əvvəl 700 manat maaş alırdı, ayda 300 manat atırdı. Ancaq qızılın qiyməti qalxanda birdən-birə görürsən ki, 2-3 ayın içində bu elə 5000 qazandı. Məsələn, varlı düşüncə tərzi, bu adam təzədən o 5000 qazandığına gedib özünə bahalı ayaqqabı, bahalı şalvar, köynək zad almır. Bu adam bu 5000 qazandığını artıq elə bil yığır bir qırağa. Bəlkə də qızıl halında saxlayır, heç qızılıq satmır hələ ki.
qızılı o vaxt satır ki, daha bir ucuz nəsə düşəndə. Bunu etmək də çox asan bir şey deyil. Yəni insanın nəfsi var, insanın iradəsi var, xarakteri var, insanın ağlı var. Hamının düşüncə tərzi ora çatmır. Yəni onu bacarmaq lazımdır. Çünki çox insan deyir ki, 5 gün də gəlmişik dünyaya, 5 gün yaşayaq. Varlı insan deyir ki, əlimə pul qazanım, salım, əlimə pul. Ondan sonra bəy kimi yaşayacağam mən. Doğrudan da varlı insanın yaşayışına baxın. Məsələn, kasıb insan əlinə bir balaca pul gələn kimi qaçır Antalyada dincəlir. Ancaq varlı insan bir də görsən 5 il istirahət eləmir. 5 ildən sonra əlinin altında 1 milyon olur, sonra başlayır gəzməyə. Birinci növbədə bu düşüncə tərzini inkişaf elətdirmək lazımdır. Bu düşüncə tərzi olmasa insanlarda, o qazanmaqdır, zat da olmayacaq. Sonra düşüncə tərzinə görə adətən kasıb insanlar şikayətçil olurlar. Ha vaxt danışdırırsan şikayət edirlər. Mən Naxçıvanda 2 il hərbi xidmət keçmişəm də. Özü də 27 yaşımda getmişdim. Elə bil ki, leytenant kimi getmişdim. Yəni ki, o dövrdə elə idi də. 27 yaşa kimi çağırmadılar. 27 yaşda da apardılar. 29 yaşında gəlmişəm. 29 yaşında gəlmişəm, heç nəyim yoxdur. Nə ev, nə maşın, nə obyekt, nə belə də heç nə yoxdur da. Təsəvvür edin ki, 29 yaşında diş həkimi və heç nəyə yoxdur. Bir dənə yer arendaya götürdük, təsəvvür edin 2 qardaş. Nə pasiyentim var idi, nə pulum var idi, nə imkanım var idi. Yavaş. Məsələn, mənə kimi başlayan həkimlər də var. O qədər həkimlər var ki. İndi də elə görsən ki, 20 ilə 30 ilə uzaqbaşı bir ev alıblar, bir maşınları var, nə bilim belə də başlarına girirlər. Böyük bir şeylər əldə etmək üçün əlbəttə o biraz iradəli olmaq lazımdır, ağıllı olmaq lazımdır. Düşüncə tərzi təmiz dəyişməlidir. Düşüncə tərzi başqa cür fikirləşməlidir. İndi mən bu gün pul haqqında bir hissə çıxış elədim, qazanc haqqında. İndi gələn verişlərimizdə istəsəz bunu davam elətdirərik, istəsəz lap xırdalayaram, istəsəz məsəl üçün sağlamlıq haqqında danışaram. Çünki bu mövzular, bu 4 əsas mövzu, ailə, sağlamlıq, özünün inkişaf haqqında mən geniş ətraflı danışmaq istəyirəm. Sonra bütün başqa fikirləşdiyiniz hər şey bu 4-ün içindədir. Yəni ki, başqa nə fikirləşirsinizsə, gəzməkdir, nə bilim, həyat sürməkdir, nə bilim, xoş yaşamaqdır, zat hamısı bu 4-ün içindədir. Bu 4-ü olandan sonra qalan hər şey düzəlir. Oldu, çox sağ olun, minnətdaram.